Qubada yeniyetmələr arasında judo üzrə Avropa Kubokunun açılış mərasimi keçirildi. Quba Olimpiya İdman kompleksində reallaşan tədbirdə Gənclər və İdman naziri Fərid Qayıbov, Avropa Judo Birliyinin idman komissarı Albert Gmayner, Azərbaycan Judo Federasiyasının rəsmiləri, idmançılar və digər qonaqlar iştirak etdilər. Mərasim dövlət himninin səsləndirilməsi ilə başladı. Rəsmi çıxışdan sonra arena idmançıların ixtiyarına verildi. Təkcə bu həftə Azərbaycanda 3 beynəlxalq yarışlar keçirilir və biri burada Qubadadır, regiondadır. Təkcə paytaxtda deyil. Bunların biri paytaxtdadır. Bədii gimnastika üzrə yarışlardır. Mingəçevirdə birisi və su qovşanda avar çəkmə üzrə regata keçirildi və nəhayət burada judo üzrə Qubada Avropa Kuboku keçirilir. İlk dəfə deyil ki, bu Avropa Kuboku keçirir. Artıq bir neçə dəfədir Azərbaycan Judo Federasiyası bu yarışları keçirilir. Kifayət qədər uğurludur və hər dəfə federasiya bu yarışları müxtəlif regionlarda keçirilir. Ötən illər bilirsiniz ki, bu yarışlar Göygöldə keçirilmişdir. Mən fürsətdən istifadə edib onlara dərin təşəkkürümü bildirirəm ki, daimi olaraq həm yerli yarışların sayını artırıblar, həm beynəlxalq yarışların. Bu yarışlar yeniyetmələr üçün xüsusən çox vacib bir yarışlardır və yenə Quba icra hakimiyyətinə də təşəkkürümü bildirirəm ki, bu şəraiti bizə yaradıblar. Bilirsiniz ki, burada Quba Olimpiya kompleksində idman üçün hər cür şərait yaradıbdır. Ötən ildə Quba ölkəmizin idman paytaxtı idi və burada bir çox idman federasiyaları beynəlxalq yarışlar keçirmişlər və inanıram ki, bu yarışların nəticəsində daha çox yeniyetmələr və gənclərimiz Quba rayonunda idmana gəlmişlər. Və inanıram ki, bu yarışlardan sonra da belə olacaq. İnanıram ki, yeni rekordlar olacaq, deyək ki, bizim komandalarımız üçün. Təbii ki, Qarabağ bilirsiniz ki, artıq ölkə çempiyonudur və Çempionlar Liqasında bizi təmsil edəcək. Digər komandalara da Avropa Kuboklarında indi müəyyənləşəcək ki, Avropa Kuboklarında bizi təmsil edəcək. Amma hər birində təbii ki, uğurlar arzu edirəm və biz çalışırıq ki, yeniyetmələrimizi dəstəkləmək üçün, uşaq futbolunu dəstəkləmək üçün beynəlxalq yarışlar keçirdək. Artıq bir neçə beynəlxalq yarışlar keçirmişik ki, komandalarımıza imkanı olsun digər komandalarla oynamağa və elə sonuncu yarış Qubadaydır və bu illərdə planlaşdırırıq ki, növbəti yarış bizim uşaqlar üçün Quba şəhərində keçirmək, beynəlxalq yarış. Bizim üçün çox vacib yarışdır, nə baxımdan? İki məsələ. Bir, yeniyetmələr arasında olduğuna görə, yəni burada bizim yeniyetmə idmançılarımız şans qazanırlar, öz peşəkarlıqlarını artırsınlar və təcrübə əldə etsinlər və həmçinin judolarını inkişaf etdirsinlər. Və ikinci də ona görə ki, biz bu yarışı regionda təşkil edirik. Yəni bu baxımdan federasiyamız üçün belə yarışları bundan sonra da biz regionlarda təşkil etmək planlarımız var. Bilirsiniz ki, biz hər il Azərbaycanda, Bakıda böyük dəbilqə yarışı təşkil edirik. Gələn il judo üzrə dünya çempionatı Bakıda təşkil olunacaq. Amma regionlarda da beynəlxalq yarışların təşkil olunması özünün regionlarda judonun inkişafı baxımından xüsusi əhəmiyyəti var. Bu baxımdan biz üçün bu yarışın önəmi böyükdür. Biz bu il üçün də hədəfimiz daha çox ehtiyat qüvvəni sınamaqdan ibarətdir. Yəni biz üçün hədəf bütün il boyu ehtiyat qüvvəni sınamaq və növbəti olimpiya sikli üçün döyüşkən bir komanda formalaşdırmaqda. O istiqamətli işlərimiz davam edir və hesab edirik ki, biz komandamız yaxşı inkişaf yolundadır. Dünya çempionatının heyəti hələ bəlli deyil, yəni onu da yəqin ki, bir-iki həftə ərzində bəlli olar heyətdə. Xatırladaq ki, turnirdə 11 ölkənin 354 idmançısı iştirak edir. Azərbaycanın isə yarışda 141 idmançısı mübarizə aparır. Onlardan 100-ü oğlandı, 41-i qızlar arasında yarışır. Avropa Kubokuna mayın 4-də yekun vurulacaq.